Salam Amerika İcmalı proqramında xoş gördük. Vaşinqtonda Amerikanın səsinin televiziya studiyasında Dilşad Əliyarlıdır. Bugün Amerika İcmalının əsas mövzuları: ABŞ Dövlət katibi John Kerry və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş. Konkret olaraq mənə və mənim tanıdığım, ünsiyyətdə olduğum siyasi məhkumlara belə bir münasibət baş verməmişdir. Müəyyən hallarda olurdu ki, hüquqlarımızın, məhkum olaraq hüquqlarımızın pozulmasından bağlı hallar olanda dərhal reaksiya verirdik və çalışırdıq bunu aradan qalır. Seçkilərin monitorinqi və demokratiyanın tədrisi mərkəzinin rəhbəri Anar Məmmədlinin Amerikanın səsinə müsahibəsi. Rusiyada dollarla ipoteka götürənlər etiraz edir. Kino yaradıcıları film çəkmək üçün iPhone-lara üz tutur. Vaşinqtonda Cherry Blossom Festivalı. ABŞ Dövlət katibi John Kerry bu həftə Vaşinqtonda nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə Dövlət Departamentində görüş keçirib. Tərəflər iki ölkənin bölüşdüyü ortaq məsələlər və ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafını müzakirə edib. Daha ətraflı Əskər Mövsümoğlu məlumat verir. Birləşmiş Ştatlar Dövlət katibi John Kerry bugün Vaşinqtonda prezident İlham Əliyevlə görüşüb. Görüş əsnasında onlar bəyanatla çıxış ediblər. Mən prezident Əliyevi Dövlət Departamentində qarşılamaqdan məmnunam. Bizim ölkələrimiz arasında ortaq maraqlar var. Biz Azərbaycana Əfqanistandakı sülhməramlı missiyaya verdiyi töhfələrə görə minnətdarıq. Azərbaycanın mürəkkəb regionda yerləşdiyini önə çəkən Kerry, prezident Əliyevə Cənub Qaz Dəhlizi layihəsində sərgilədiyi liderliyə görə təşəkkür etdi. ABŞ rəsmisi bu dəhlizin Avropanın enerji təchizatında önəmli rol oynadığını bildirdi. Bizim başqa maraqlarımız da var. Əks terrorizm. Biz habelə Dağlıq Qarabağ dondurulmuş münaqişəsinin həll olunmasını görmək istəyirik. Bu, danışıqlar yolu ilə həll olunmalıdır. Öz növbəsində çıxış edən prezident İlham Əliyev Vaşinqtona dəvətə görə prezident Barack Obamaya təşəkkürünü bildirdi və ölkələr arasında yaxın və mehriban münasibətlər olduğunu vurğuladı. Bizim aramızdakı iqtisadi əməkdaşlıq inkişaf edir. ABŞ şirkətləri Azərbaycanda 10 milyarddan çox investisiya yatırıblar. Daha sonra prezident Əliyev ortaq enerji layihələri və Cənub Qaz Dəhlizinin inşası haqqında danışdı. Biz ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında uzun münaqişənin həllində göstərdiyi səylərə görə minnətdarıq. Biz hesab edirik ki, bu münaqişə erməni qüvvələrinin ərazilərimizdən dərhal və qeyd şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələri əsasında həll edilməlidir. Azərbaycanın 100-ə yaxın sülhməramlı əskərinin Əfqanistanda xidmət etdiyini önə çəkən İlham Əliyev, Azərbaycanla ABŞ arasında bir sıra sahələrdə əməkdaşlıq olduğunu qeyd etdi. Vaşinqtondan Əskər Mövsümoğlu, Amerikanın səsi. Birləşmiş Ştatlar Azərbaycanda onlarla vətəndaş hüquqları fəalının həbsdən azad olunmasını alqışlayıb və eyni zamanda həbsdə olan digər fəalların da azad edilməsinə çağırıb. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun hazırki rəhbəri və təsisçisi Emin Hüseynov ABŞ administrasiyasına Azərbaycan hökumətindən ölkədə həbsdə olan digər məhbusların dərhal azad edilməsini tələb etməyə çağırıb. O, Foreign Policy jurnalında yazdığı məqalədə Azərbaycanda son illər media və vətəndaş hüquqları sahəsində vəziyyətin ciddi şəkildə pisləşdiyini qeyd edib. Mövzunu müzakirə etmək üçün hazırda İsveçrədə mühacirətdə olan Emin Hüseynov Skype vasitəsilə proqrama qoşulur. Mən əvvəlcə sizə F fərmanı ilə bağlı sual vermək istəyirəm. Emin bəy, sizin buna münasibətiniz necə oldu? Necə qarşıladınız bu xəbəri? Mən F fərmanına münasibətim budur ki, yəni hüquqi münasibətim yoxdur. Sırf sadəcə bir şey deyə bilərəm ki, həmkarlarımın azadlığa çıxmasına sevinirəm və sanki belə deyək də, bir beynimizdə olan ən belə deyək, fikirli məqamlardan biri kənara çəkilir. Amma bir şey deyə bilərəm ki, bu cür əflər, yəni domino effektini bizdə
artıq açıq şəkildə göstərir. Həmçinin də bir şəxsləri buraxıb digərləri ilə əvəz eləməklə, yəni buna əfv yox, sadəcə bir siyasi girovluq proseduru adlandırmaq olur. Siz bu məqalədə Obama administrasiyasının Azərbaycanda həbsdə olan jurnalistlər və fəalların dərhal və qeyd-şərtsiz azadlığa çıxmasını tələb etməli olduğunu qeyd etmişsiniz. Sizin ABŞ hökumətindən gözləntiləriniz nədir? ABŞ hökumətindən gözləntilərim budur ki, daha prinsipial onları görmək istərdim. Amma daha çox Azərbaycan hökumətindən görmək istədiklərini demək istəyirəm ki, mən bir daha vurğulamaq istəyirəm ki, bu məqalə təkcə ABŞ administrasiyasını yox, həmçinin də Azərbaycan hakimiyyətini alternativ səslərin və məni kimi bir, belə deyək, hüquq müdafiəçisinin fikrini çatdırılma üsulu kimi qiymətləndirirəm. Çünki bizim bugün Azərbaycan mediasında kifayət qədər məhdud imkanlarımız var və biz məcburuq həm beynəlxalq ictimaiyyətə, həm yerli ictimaiyyətə beynəlxalq media vasitəsilə müraciət edirik. Mən bir şey vurğulamaq istəyirəm ki, bu Azərbaycanda insan haqları məsələləri ABŞ-ın belə deyək də prioritet məsələləri deyil. ABŞ sadəcə ATƏT-in və yaxud BMT-nin üzv olan ölkəsi insan haqlarına daha çox sayğılarla yanaşdığı bir ölkə olduğu üçün mən düşünürəm ki, daha açıq şəkildə demokratiyaya, insan haqlarına dəstək verə bilər. Qaldı ki, insan haqları və demokratik cəmiyyətin qurulmasını mən hesab edirəm ki, bu Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin borcudur və cəmiyyətin hər bir zümrəsi bu və digər şəkildə bacardığı qədər bu işi daha da tezləşdirməlidir. Emin bəy, siz eyni zamanda Azərbaycanda Azadlıq Radiosunun ofisinin açılması, digər QHT-lərin fəaliyyətinə imkan yaradılması kimi tələblər qaldırmışsınız. Sizcə bunlar mümkündürmü? Bunun mümkün olması üçün nə baş verməlidir? Hansı addımların atılacağını gözləyirsiniz? Və yaxud atılmasını gözləyirsiniz? Mövcud problemlərin çözülməsi üçün hakimiyyətin bir siyasi qərarı olmalıdır. Daha konkret isə İlham Əliyevin və onun yaxın çevrəsinə daxil olan şəxslərin. Hakimiyyətin ali rütbəsi, yəni ali hakimiyyət əgər siyasi iradə nümayiş elətdirməsə, heç bir dəyişiklikdən söhbət hal-hazırda gedə bilməz, qısa müddətli perspektivdə. Düşünürəm ki, biz bugün əgər cəmiyyət heç bir dəyişikliyi yaxın zamanda görməsə, hesab edirəm ki, istər-istəməz Azərbaycanda qarşısı alınmayan bir proseslər baş verəcək. Daha böyük krizislər, istər iqtisadi, istər sosial və siyasi sahədə bu krizisin daha geniş yayılmasını görəcək və daha sonra nəsə etmək artıq gec olacaq. Və fikirləşirəm ki, əgər hakimiyyət siyasi iradə özündə tapsa, o təbii ki, bu mən qaldırdığım məsələləri tezliklə çözə bilər, amma mən qaldırdığım məsələlər təbii ki, Azərbaycanda baş verən problemlərin bəlkə bir 5-10%-dir. Yəni, daha ciddi problemlərimiz var və onları köklü şəkildə islahatlarla həll etmək lazımdır. Amma biz bunu hələ ki görmürük. Yəni, bugün Azərbaycan hökuməti istər əfvlə, istərsə də digər addımlarıyla sadəcə bir dekorativ bir mənzərə yaradır və məqalədə də qeyd etdiyim kimi Azərbaycan iqtidarının və onun təmsilçisi İlham Əliyevin xarici səfərləri öncəsi haqsız tutulmuş insanlar taleyləri ilə girov kimi istifadə etmək nəzərdə tutulur.
Seçkilərin monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın səsinə müsahibəsində həbsxanalarda məhbuslara münasibət, məhbusların saxlanma şəraiti, qeydələrin mövcud durumu və problemin həllindən danışıb. Anar Məmmədli bu il martın 17-sində Azərbaycan Prezidentinin əfv fərmanı əsasında azadlığa buraxılıb. Onunla müsahibəni Bakı müxbirimiz Tapdıq Fərhadoğlu aparıb. Siz bu günlərdə həbsdən azadlığa buraxılıbsınız. Məhbusların saxlanma şəraiti ilə bağlı nə deyə bilərsiniz? Həbsdə olduğum 2 il, 3 ay müddətdə mən deməli həbsimin 1 ilini qapalı rejimdə, yəni Kürdağandakı İstintaq Tərzixanasında yaşadım. 1 il 3 ayını isə 13 saylı cəza çəkmə müəssisəsində. Kürdağandakı vəziyyəti nisbətən qənaətbəxş hesab etmək olar. Çünki bu yaxınlarda tikilmiş, istifadəyə verilmiş bir binadır. Ancaq orada da infrastrukturla bağlı müəyyən problemlər qalmaqdadır. Xüsusilə də orada diqqət çəkən əsas çətinlik, yəni bizim kamerada olmasa da başqa kameralarda deməli gigiyena qaydaları, sanitariya qaydalarının pozulması halları, bir də dustaqların sayından, yəni çox sayda yerlərin sayına nisbətən dustaqların sayının çox olmasıdır. Misal üçün 4 nəfərlik kameraya bəzən 6 nəfər, 7 nəfər, 8 nəfəri şəxsi məhkumu yerləşdirirlər. Bu da əlbəttə ki, çox ciddi şəkildə problemlər yaradır. 13 saylı cəza çəkmə müəssisəsində isə ciddi problem, bir sözlə deyim ki, infrastrukturla bağlıdır. Demək olar ki, kanalizasiya, elektrik, istilik və suyun verilməsi ilə bağlı çox ciddi problemlər yaşanmaqdadır. Bu da həmin obyektin, ərazinin SSR dövründə tikilib istifadəyə verilməsi, çox köhnəlməsindən bağlıdır. Demək olar ki, sanitar qovşaqları yoxdur. Təsəvvürdə gətirin ki, 250 nəfərlik bir korpusda cəmi 4 sanitar qovşağı var tualetdə və bu da çox ciddi çətinliklərdən biridir. Yəni, bu bir nümunədir. Ümumiyyətlə isə problemlər xeyli dərəcədə çoxdur. Bəzi media orqanları saxlanma yerlərində məhbusların işgəncələrə və yaxud qeyri-insani rəftarlara məruz qalması ilə bağlı məlumatlar dərc edirlər. Rəsmi strukturlar isə bunu inkar edir. Siz necə düşünürsünüz? Saxlandığınız müddətdə belə hallarla rastlaşıbsınızmı? Konkret olaraq mənə və mənim tanıdığım, ünsiyyətdə olduğum siyasi məhkumlara belə bir münasibət baş verməmişdi. Müəyyən hallarda olurdu ki, məhkum olaraq hüquqlarımızın pozulmasından bağlı hallar olanda dərhal reaksiya verirdik və çalışırdıq bunu aradan qaldırır. Bizim ən ciddi çətinliyimiz mətbuata abunə yazıldıqdan sonra bu abunə bizə çatdırılmasından bağlı idi. Yəni, bilmirəm, bunu da haradasa informasiya ehtiyacı olan bir şəxs üçün işgəncə hesab etmək olar. Çünki təsəvvürə gətirin ki, dəfələrlə olur ki, bizim abunəyə aldığımız qəzetlər ya bizə verilmir, ya da ki, həbsxanaya gətiriləndə oradan bəzi məqalələr kəsilib götürülürdü. Digər dustaqlar isə belə halların olduğunu bildirirlər. Əfsuslar ki, biz onlara hüquqlarını başa salırdıq. Onlara biz bildiririk ki, bundan bağlı məhkəməyə müraciət edin. Çox böyük əksəriyyət bu kimi hallardan istifadə etmirdi. Amma özümün şəxsən şahid olduğum belə bir işgəncə görməmişəm. Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün şərait varmı? Bu sahədə hansı islahatlara ehtiyac duyursunuz? Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı vəziyyəti sıfır vəziyyəti hesab edirəm. Çünki hal-hazırda Azərbaycanda vətəndaş cəmiyyəti və ümumiyyətlə vətəndaşların birləşmə azadlığına olan münasibət sıfır səviyyəsindədir. Bu dəyişilməlidir. Biz təxminən SSR dövrünün bir vəziyyətinə gəlib çatmışıq. Bank hesabları bağlanılıb, xarici donor təşkilatlarla münasibətlər demək olar ki, sıfıra endirilib, qeydiyyatdan keçirmək qeyri-hökumət təşkilatına müşkilə çevrilib, xeyli sayda qeyri-hökumət təşkilatı fəalının bank hesabı dondurulub və bu günlərə qədər yəni həbslər, cinayət işləri, bu kimi hallar əlbəttə ki, qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı azınacaqlı bir durumun olduğunu göstərir və mən hesab edirəm ki, həm qanunvericiliklə ilə bağlı, həm də mövcud ictimai-siyasi praktikanın dəyişdirilməsindən bağlı ciddi islahatlara ehtiyacı var. Sizin rəhbərlik etdiyiniz qeyri-hökumət təşkilata da daxil olmaqla bir sıra qeyri-hökumət təşkilatlarının bank hesabları dondurulub, rəhbərlərinin xaricə çıxışına qadağa qoyulubdur. Bundan sonra fəaliyyətinizi necə davam edəcəksiniz? Doğrusu, bir təşkilat olaraq fəaliyyət göstərməyimiz hal-hazırda müşkilə çevrilir. Çünki biz xüsusi olaraq xarici donorlardan maliyyələşən təşkilat olmuşuq və bizim hal-hazırda maliyyə fəaliyyətimizlə bağlı son bir il, yarım bir dövrdə ciddi problemlər yaranıb. O problemi aşmaq üçün birinci növbədə qanunvericilik dəyişilməlidir. O baxımdan bizim ciddi bir böyük proqramlar, layihələr həyata keçirməyimiz çətin görünür, perspektivsiz görünür.
Yəqin ki, bizim ilk işimiz hal-hazırda mövcud ictimai-siyasi vəziyyətin dəyişilməsi və normativ aktlara, islahatların getməsi, təkmilləşmənin aparılmasından bağlı fəaliyyət olacaqdır. Biz birinci növbədə özümüz üçün fəaliyyət məkanının yaradılmasına çalışmalıyıq. Bundan sonra başlamalıyıq digər istiqamətlərdə fəaliyyət göstərməyə. Ancaq əlbəttə ki, mən bir fərdəm, fərd kimi də öz fəaliyyətimi göstərəcəm. Tutaq ki, hansısa siyasi məhbusunun azad olmasından bağlı, ona müəyyən dəstəyin göstərilməsindən bağlı, müəyyən məhkəmə proseslərinin monitorinqi ilə bağlı fərdi qaydada iştirak edəcəm. Yəni, öz bilik və bacarıqlarımı bu prosesdə sərf etməyə çalışacağam. Hazırda həbsdə olan siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılması üçün cəmiyyət və hökumət nə etməlidir? Çıxış yolunu nədə görürsünüz? Hökumət bir şey etməlidir. Konkret olaraq siyasi iradə nümayiş etdirməlidir. Hökumət fərqində olmalıdır ki, nə qədər ki Azərbaycanda siyasi məhbus var, Azərbaycan Dünya Birliyi tərəfindən, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qınaqlara və təzyiqlərə məruz qalacaq. Bu məsələdə ikinci bir suçlunu axtarmaq, məsuliyyətli cavabdeh şəxs axtarmaya ehtiyac yoxdur. Siz Vaşinqtondan Amerika İcmalı proqramını izləyirsiniz. Jurnalist Arzu Qeybulla Azərbaycanda media və vətəndaş cəmiyyətinin durumu ilə bağlı bir sıra yazıların müəllifidir. Hazırda Vaşinqtonda səfərdə olan Arzu Qeybulla bugün studiyamızın qonağıdır. Arzu xanım, studiyamıza xoş gəlmişsiniz. İlk sualım təbii ki, Vaşinqtona səfərinizin əsas məqsədi nə ilə bağlıdır? Əsas məqsədim, mən burada George Washington Universitetində fellowship proqramındayam. Elliott School'da Mərkəzi Asiya və Azərbaycan fellowship proqramında. Azərbaycan təzə bir ölkədir bu proqramda və mən birinci fellowyam. Çox gözəl. Bu müddət ərzində, Vaşinqtonda olduğunuz müddət ərzində artıq bir sıra görüşlər keçirmişsiniz. Konqresdə olmuşsunuz, başqa müəssisələrdə olmuşsunuz və rəsmilərlə görüşmüşsünüz. Bu görüşlərdə hansı məsələləri müzakirə etmişsiniz? Əsas məsələlərdən ən birincisi siyasi məhbuslardır. Daha doğrusu həbsdə qalan siyasi məhbuslarımızdır. Onlarla bağlı görüşmüşük və ən çox onların azad olunması ilə bağlı görüşlər keçirtmişik. Amma eyni zamanda da Prezident İlham Əliyevin Vaşinqtona səfəri haqqında danışmışıq və bu səfər ərəfəsində kimlərlə görüşəcəyi və hansı mövzularda görüşlər aparacağı barədə görüşmüşük. Birləşmiş Ştatlar Administrasiyası Azərbaycanda martın 17-si və ondan sonra bir sıra tanınmış vətəndaş hüquqları fəalları, siyasi xadimlərin azad olunmasını alqışlayıb, lakin Azərbaycan hökumətindən həbsdə olanların da azad edilməsini istəyib. Bununla bağlı görüşlərdə hansı fikirlər səslənir? Azərbaycanda gedən proseslərə münasibət necədir? Amerika-Azərbaycan münasibətlərinin bugünkü durumu ilə bağlı hansı fikirlər səslənir? Bəzi siyasi məhbusların azadlığa çıxmasını bəli, alqışlayırlar. Amma dediyiniz kimi hazırda həbsdə qalan Xədicə İsmail və digər jurnalistlər, eyni zamanda blogerlər və İlqar Məmmədovla bağlı hələ də narahatdırlar və onların da azadlığa çıxmasını tələb edirlər. Amma mənə elə gəldi ki, çox daha yumuşalıb Amerikanın Azərbaycana qarşı duruşu. Nə mənada yumuşalıb? Yəni, bu siyasi məhbusların azadlığa çıxması elə bil İlham Əliyevə bir neçə bal qazandırıb onlarla olan əlaqələrində və nə yazıq ki, bu İlham Əliyevin buradakı səfərinə də məncə təsir eləyib. Amma ümumiyyətlə Azərbaycan-Amerika əlaqələrinə baxanda hal-hazırda ən elə birinci mənə denilən sözlər stratejik əlaqələrdir Azərbaycanla bağlı və demokratiya, insan haqları və siyasi məhbuslar çox daha sonlarda gələn maraqlardandır. Birləşmiş Ştatlar və Azərbaycan artıq illərdir dost münasibətləri qurublar və təbii ki, hər iki ölkənin bir-birinə ehtiyacı var və bu münasibətlər davam etdiriləcək, xüsusilə də rəsmi səviyyədə, hökumətlər səviyyəsində. Digər tərəfdən hər ölkənin də bir-birindən gözləntisi var. Bu baxımdan Birləşmiş Ştatlar Azərbaycandan nə gözləyir? Bu haqda nə söyləyirlər rəsmilər? Görüşlərdə belə bir fikirlər səsləndimi? Xüsusilə demokratiya sahəsində. Səsləndi, amma bir fikir səslənmədi, fərqli fikirlər səsləndi. Bəzi siyasilər vəziyyətin tamamən dəyişməsini istədiklərini dilə gətirdilər. Azərbaycanda doğrudan da demokratiyanın, insanların və azadlıqların bərpa olunmasını istədiklərini söyləyirlər. Amma bəzi rəsmilər də vəziyyətdən razı olduqlarını və belə də davam etməsini də
etməsini istədiklərini söylədilər. Bu çox maraqlı bir fikir idi əslində, çünki sadəcə 14 siyasi məhbusun çıxması ilə və bir neçə daha sonra məhkəmə qərarı ilə siyasi məhbusun çıxmasından sonra belə bir qərara gəlməsi doğrudan da maraqlı idi. Düzdür, bir-birlərinə ehtiyacları var, amma digər görüşlərdə belə də bir fikir səsləndi ki, əslində Azərbaycana o qədər də ehtiyac yoxdur. Sadəcə olaraq Azərbaycan oradadır və doğrudan da stratejik bir yeri var Azərbaycan-Amerika ilişkilərində. Amma bu qədər. Ona görə çox bir-birinə zidd görüşlər və fikirlər səsləndi. Xarici valyuta ilə ev ipotekaları götürən bir sıra Rusiya vətəndaşı rublun dəyərini itirməsi ilə kreditlərini ödəməkdə çətinlik çəkir. Bu insanlar hətta banklar tərəfindən evlərindən məcburi çıxarıla bilər. İpoteka ödəyənlərin acınacaqlı vəziyyəti Rusiyada davam edən iqtisadi böhranın göstəricisidir. Moskvada bank önündə toplaşan bu etirazçılar xarici valyuta ilə götürdükləri ipoteka kreditlərinin rublə çevrilməsini istəyir. Rus rublunun dəyər itirməsi nəticəsində ipoteka ödənişləri 2 qat artıb. İnsanların isə bunu ödəməyə imkanları yoxdur. Некоторые семьи уже находятся на втором, третьем. Bəzi ailələr artıq ikinci və ya üçüncü dəfə məhkəməyə göndərilir. Mayda isə banklar onları evlərindən məcburi çıxarmağa başlayacaq. Вплоть до того, что в мае месяце начнутся уже в нашем банке первые выселения. Tamara Makoyeva maaşını ABŞ dolları ilə alırdı və 2006-cı ildə ev almaq üçün kreditini də elə dollarla götürüb. Ancaq tikinti işləri ləngidiyi və Rusiyada iqtisadi böhran yaşandığı üçün onun maaşı rublə ödənməyə başlandı. İlk böhrandan normal çıxdıq, çünki o zaman dollar hələ çox qalxmamışdı. Amma hazırki böhranda dollar çox qalxıb. Mənim isə aylıq ipoteka ödənişim 3 dəfə artıb deyə Tamara bildirir. Очень высокий, соответственно, платежи выросли почти в 3 раза. O deyir ki, onun təmirsiz mənzilinin kreditinin aylıq ödənişi maaşının yarısından çoxunu təşkil edir. Bundan əlavə isə o hələ kirayədə ödəməlidir. Hazırki mübadilə kursu ilə krediti ödəyib eyni zamanda övladını doyurmaq çətindir. Mən bankla bir razılığa gələ bilməsəm, mənzildən əl çəkməli olacağam deyə o bildirir. Соответственно, если банк не пойдет на какой-то компромисс, на какие-то условия, то придется отказываться от квартиры. Rusiya rəsmiləri bankları kreditləri rublə çevirməyə çağırıb. Lakin onlar həmçinin qeyd edir ki, xarici valyuta ilə ipoteka alanların sayı çox azdır. Bu nedənlər isə özləri bu risk alıb. Onlar hökumətə böyük hədəd deyil, amma səylərini birləşdirsələr daha böyük təsirə malik ola bilərlər və səslərini daha çox duyurarlar. İpoteka etirazlarının hərdən bir keçirilməsinə və az sayda insanı cəlb etməsinə baxmayaraq, ölkədə parlament seçkiləri yaxınlaşdığı bir vaxt onların Rusiya rəsmiləri üçün daha həssas məsələyə çevriləcəyi gözlənilir. Vaşinqtondan Əzizə Gözzadə, Amerikanın səsi. Rəqəmsal video kameralar və redaktə edilən kompüter proqramları maraqlı ssenari əsasında film çəkməyə imkan verir. Keçən il iPhone-la çəkilmiş tam metrajlı Modern filmi kino tənqidçilərinin diqqətini çəkmişdi. Bu filmdən ilham alan sabiq futbolçu və onun dostları bu yaxınlarda gecə vaxtı Los Angeles ətrafında iPhone-la film çəkib. Nine Rides adlı depressiv film özünə qapanmış limuzin sürücüsündən və gecənin qaranlığında onunla birlikdə olan insanlardan danışır. Biz səhərə yaxın 4-5 radələrində çəkirdik. Ətrafda heç kəs olmurdu. Bu sakitlik filmi daha da maraqlı edirdi. Büdcəsi az olduğuna görə filmin direktoru Matthew Jerry montajları Apple 6-nın 4K sistemində və nəqliyyatda qənaət etmək qərarına gəlir. Biz 405-ci sürətli yolla saatda 100-ə yaxın kilometr sürətlə gedirdik və avtomobilin üzərinə yerləşdirdiyimiz iPhone-lar düşmürdü. Daha geniş görüntü əldə etmək üçün isə o əhatəli linzadan istifadə edir. Ona lazım olan hər şeyin çəkilməsi üçün rejissor iPhone-ları lazımi mövqelərə yerləşdirir. Biz avtomobilin qarşısına 2 iPhone yerləşdirmişdik. Onlardan biri kapotun sağ, digəri isə sol tərəfində idi. Beləliklə, yaranan çərçivədə sürücünü görmək olurdu.
Filmin rejissoru Jerome Caldwell mobil telefonla çəkilmiş filmin satışının çətin olduğunu deyir. Onlar bizim adi insanlar kimi mobil telefonları qaldıraraq istədiyimizi çəkdiyimizi düşünür. Lakin sonradan bu iPhone-larla mı çəkilib sualını verir. Bu dramatik film üçün Jerry çox sayda videodan və avtomobildəki insanlardan istifadə edib. Mənim fikrimcə burada real dialoq və real hadisələr cərəyan edir. Öz sənətindən əl çəkən peşəkar futbolçu Matthew Cherry gələcəkdə də Nine Rights filmi kimi filmlər çəkmək niyyətindədir. Vaşinqtondan Nərminə Cəlal qızı, Amerikanın səsi. Vaşinqton özünün ən gözəl mövsümünü yaşayır. Cherry Blossom, Yapon albalısı, sakuranın çiçək açması hər il Amerika paytaxtına milyonlarla turisti cəlb edir. Sözü Emil Quliyevə verək. Vaşinqtonda Sakura festivalının vaxtı gəlib çatıb. Bu paytaxtda milyonlarla turistin axışması deməkdir. Biz əvvəllər sizə Sakura festivalı haqqında məlumat versək də, bura gələn insanların çoxu ilk dəfədir ki, Sakura ağaclarının, başqa sözlə desək, Yapon albalı ağaclarının çiçəklənməsinin şahidi olurlar. Məktəb şagirdi Angela Tongohan və Maya Soto ilk dəfədir Sakura festivalına qatılır. Tongohanın Vaşinqton yaxınlığındakı Maryland ştatında yaşamasına baxmayaraq, anasının çiçəklərə allergiyası olduğuna görə o, indiyədək ağacların çiçək açmasını görə bilməyib. Onun sözlərinə görə bu çiçəklər ona buludları xatırladır. Tongohan, Cherry Blossom'un nə olduğunu görəndə təəccüblənib. Mən Cherry Blossom'un şəkillərini görmüşdüm və elə bilirdim ki, ağaclarda gilə meyvələr olur. Soto üçün isə bu böyük təcrübə olub. Çox gözəldir, gözümü onlardan çəkə bilmirəm. Şəhrayı və ağ rəngli çiçəkləri görmək üçün bütün dünyadan gələn 1,5 milyon turist arasında yeniyetmələr üstünlük təşkil edir. 3000-dən çox sakura ağacının tarixi Yaponiyaya gedib çıxır. Bir əsr bundan əvvəl Yaponlar dostluq əlaməti olaraq bu ağacları Vaşinqton şəhərinə hədiyyə edib. Ağacların bir çoxu vaxtaşırı yenilənsə də, bəzi qədim ağaclar hələ də qalmaqdadır. Sakura festivalında çiçəkləyən ağacları görmək üçün ən gözəl yer Tidal Basin adlanan ərazidir. Burada 1700 sakura ağacı var. Əvvəllər bu ağacların yalnız şəklini görən Kamarin Manglona onlardan elə təsirlənib ki, sakuranın tatusunu qoluna da vurdurub. İndi o, sakura ağaclarını görmək üçün birbaşa imkan əldə edib. Siz bu gözəlliyi hiss etmək üçün bunu real həyatda mütləq görməlisiniz. Bu gözəlliyi real həyatda hiss edənlər arasında Vaşinqtonda tibb tələbəsi olan An Harmanlı da var. İlin bu vaxtı burada olmaq çox gözəldir. Bunlar çox unikaldır. Çiçəklər çox qısa müddətdə mövcud olurlar. Havadan asılı olaraq çiçəklər adətən cəmi bir həftə mövcud olur. Daha sonra onlar tökülür və yerində yarpaqlar bitməyə başlayır. Festival hər il adətən mart ayının sonundan aprel ayının əvvəlinədək davam edir. Vaşinqtondan Emil Quliyev, Amerikanın səsi. Vaşinqtonun bu gözəl görüntüləri ilə Amerika İcmalı proqramında bugünkü görüşümüz sona çatır. Siz Vaşinqtondan hər həftə efirə çıxan proqramlarımızı, eləcə də Amerikanın səsinin dünyaya baxış və şou-biz buraxılışlarını Amerikanın səsinin Facebook və Twitter səhifələrində, habelə Azərbaycan xidmətinin veb saytında izləyə bilərsiniz. Mən Dilşad Əliyarlı sizinlə xudahafizləşirəm. Sağ olun, gəlin görüşədək.